Qeyd Akademiyasının informatika müəllimi Mirtal Hüseyn. Bugün informatikanın əsas anlayışları mövzusunun izahını verəcəm. Gəlin mövzunun izahına başlayaq. Birinci, informatika əsas anlayışları mövzusunda informatika sözünün mənası verir. İnformatika sözü fransız sözü olub. 1960-cı illərdə Fransız mütəxəssislərinin elmə daxil edilmişdir. Və informatika özü informasiya xassələrinin və onların informasiya əldə olunmasını, saxlanılması, ötürülməsini, emalına və üsul vasitələrini öyrənən elmdir. İnformatika sözü iki sözün birləşməsinə əməl gəlmişdir. Hansı ki, informasiya və avtomatika sözlərinin birləşməsidir. İnformasiya sözünün tərifi yoxdur. Necə ki, riyaziyyatda nöqtənin tərifi yoxdur, informasiya sözünün də tərifi yoxdur. Özü məlumat, bilik toplusu kimi gedir. Və informatika sözü ingilis dilli ölkələrdə computer science kimi gedir. Və informatika elminin elmi istiqamətləri isə bunlardır. Nəzəri informatika, hesablama texnikası, alqoritmləşdirmə və proqramlaşdırma, tədqiqi informatika, süni intellekt. Və nəzəri informatika informasiya nəzəriyyəsindən söhbət edir, kodlaşdırma nəzəriyyəsindən, riyazi məntiqi nəzəriyyəsindən və s. Hesablama texnikasında isə fərdi kompüterlərin və kompüter şəbəkələrin quruluşundan söhbət edir. Alqoritmləşmə və proqramlaşdırma adından bəlli olduğu kimi alqoritmlərin qurulmasından və proqramların yaradılmasından. Tədqiqi informatika isə tədqiqi proqramlardan və informasiya sistemlərinin söhbət gedir. Süni intellekt isə obrazların tanınması, nitqlərin anlaşılması və maşın tərcüməsi və s. sahalardan bəhs edilir. Və informatikanın öz tərkib hissələri, informatika elminin tərkib hissələri 3 tərkib hissəsi var. Bunlar hansılardır? Hardware, software, VMware. Hardware-də aparat təminatı. Aparat təminatı dedikdə elektron hesablama maşınlarının tərkibi, onların hissələri və istifadə qaydasından söhbət edilir. Software isə proqram təminatı. Burada elektron hesablama maşınlarda olan bütün proqramda onların təsdiqatında məhz bu bölmədə söhbət edilir. VMware alqoritm təminatı. Burada isə alqoritmlərin qurulması və onların nəzəriyyəsi məhz VMware bölməsində öyrənilir. Və gəldiyi informatika əsas anlayışlardan olan verilən məlumat və bilik anlayışı. Bunların üçü də fərqli anlayış hesab edilir. Verilənin tərifinə baxır. Verilən, yəni ingilis dilində mənası daxil deməkdir. Bu verilən dedikdə texniki qurğularda saxlanılan, yəni texniki qurğu kompüter və digər qurğular, sensor qurğuları nəzərdə tutulur. Texniki qurğularda saxlanılan, yaddaşda yer tutan hər hansı siqnallar çoxluğudur. İnformasiya isə dediksə, müəyyən məna ifadə edən verilənlər bölüşülür. Bilik isə dərk olunma vasitəsilə əldə edilən və qərar qəbul etmək üçün imkan verən informasiyadır. Bilik bunlar arasındakı ən böyük fərq bundan ibarət ki, qərar vermə prosesində və hər hansı proqnoz vermə prosesində məhz bilikdən istifadə etmiş olur. Burada belə bir nümunə göstərir. Belə verilən informasiya və bilik belə nümunə göstərmək olar. Məsələn, 38 CS yazılır. Məsələn, 38 CS. Yəni, 38 CS hər hansı bir məna kəsb edilir. Amma biz dedikdə, bugün havanın temperaturu 38 CS idi. Yəni, burada hər hansı bir fakt. Bilik isə, ondan ibarətdir ki, biz həmin informasiya həyatı doğru qərar qəbul etmək üçün bizə istifadə olunur. Məsələn, deyə bilər ki, hava temperaturu 38 CS olanda çoxlu su içmək lazımdır və günəşə çıxmamaq lazımdır. Və bu da ona aid nümunə kimi göstərilir. Gedək verilən informasiya və bilik arasında fərqləri baxaraq. Bunların hər birinin özünə aid xüsusiyyətləri var. Verilən simvollar yığınıdır, sonra öz-özünə anlaşılmazdır. Yəni, ən əsasda proqnoz vermək və mühakimə etmək üçün verilən yetərli olmur. İnformasiya dəqiqləşdirilmiş verilənlərdir və informasiya nəticəsi də anlamdır və bunu qeyd etmiş oluruq. Və yenə də burada bildirir ki, informasiya proqnoz vermək, mühakimə yürütmək, informasiya yetərli olmur. Amma bilik isə nədir? Lazımlı və faydalı informasiyadır. Biliyin nəticəsi dərk etməkdir və proqnoz vermək, mühakimə yürütmək mümkündür. Keçək digərlərə. Verilənlərin xarakterikası. Və verilənlərin 4 xarakterikası mövcuddur. Bunlar hansılardır? Addır, strukturdur, qiymətdir və tipdir. Verilənlərin adı onu digərindən fərqləndirən cəhətdir.
Məsələn, hər hansı bir verilən olsun. Məsələn, buna biz sinif jurnalını qeyd edə bilərik. Sinif jurnalında orada bütün ad, soyad, hər biri ayrı-ayrı sətr sütunlarda qeyd olunur və hər birində özündə hər bir şagirdin özünə aid, daha doğrusu adı var, soyadı var və onun bir-birindən fərqlənir. Strukturu isə onlar necə təşkil olunmasıdır və struktur olaraq xətti və iyarxik strukturu buna nümunə göstərmək olar. Xətti struktur, yəni cədvəl nümunələri, iyarxik struktur isə ağacvari, fayl sistemində buna nümunə göstərmək olar. Fayl sistemi iyarxik strukturdur. Qiyməti isə verilənin hər birinin qiyməti olur, yəni dəyəri olur. Məsələn, biz deyirik adı. Məsələn, burada verilən bizə addır. Bunun adıdır. Bunun dəyəri məsələdir. Məsələn, hər hansı bir addır. Məsələn, ana. Nümunə göstərmək olar. Tipi isə verilənlərin yaddaşda necə saxlanır? Ədəd tipində, mətn simvol tipində və digər nümunə göstərmək olar. Digər səhifə. Bəli, verilənlərin tipləri burada qeyd edilmişəm. Verilənlər 4 tipi mövcuddur. Bunlar hansılardır? Hesabi tipi, mətn tipi, məntiqi tipi və göstərici tipi. Hesabi tipi rəqəm və riyazi hesablamaq üçün işləniləcək məlumatlardır. Rəqəmlər ədədlər. Mətn tipində isə hərflərdir, sözlərdir və cümlələrdir. Simvollar yolunda. Məntiqi tipi isə 2 qiymət alır. True və false, yəni doğru və yalan. Göstərici tipi isə yaddaş nümunələri müəyyən etmək üçün istifadə olunur. Yəni bunu belə tərtibini bilsəz, bəsdir. İnformasiyanın formalarına gəldi. İnformasiyanın 2 forması vardır. Bunlar analog və rəqəmsal. Analoqa digər adı kəsilməzdir. Rəqəmsalda isə diskret deyilir. Yəni diskret desə diskret forması, yəni çaşqınlısı. Bu rəqəmsal forması nəzərdə tutulur. Analog forması o demək ki, insanın qəbul edildiyi informasiya, yəni insanların başa düşdüyü informasiya analog informasiyadır. Yəni təbiətdə ki, informasiyadır, səs dalğalardır və digərləri. Rəqəmsal informasiya, kompüterin başa düşə bildiyi informasiya məhz rəqəmsal informasiya sayılır. Yəni kompüterin başa qəbul edildiyi. Yəni burada kompüterdə emal edilə bilən kodlaşdırılmış informasiya nəzərdə tutulur. Yəni biz bilirik ki, kompüterdə klaviaturda hər hansı bir simvol daxil ediləndə o kompüter yaddaşında olduğu kimi qalmır. O ikili səs sistemində kodlaşdırılaraq o şəkildə kompüter yaddaşında qalmış olur. Və informasiyanın növlərinə gəldi. İnformasiyanın növləri bunlardır. İnformasiya növləri onların məzmununa görə təslim olunur. Bunlar hansılardır? Birinci məntiqi informasiya. Verilənlərdə bildiyi kimi 2 qiymət ala bilir. Doğru və yanlış, true və false qiymətlərindən ibarət olan informasiyalardır. Əldə informasiya nədir? Əldə informasiya rəqəmlər və ədədlərlə istifadə olunan, ifadə olunan informasiyadır. Mətn informasiyası nədir? Hərflər və sözlər, cümlələr vasitəsilə ifadə olunan informasiya. Qrafik informasiyası nədir? Şəkil, sxem, diaqram, qrafik və digər təsviri verilənlərlə ifadə olunan informasiyalardır. Video informasiya nədir? Hərəkət, görüntülər vasitəsilə verilən informasiyadır. Multimediada bu informasiyanın bir neçəsi bir yerdə işlənən informasiya nədir? Multimedia informasiyadır. Və bunları da qeyd edir. Bir də sizə qeyd edim ki, informasiyanın duyğu üzvlərinə görə növləri veriləndə bu informasiya öz növlərində çaşdırılır. Məsələn, testdə soruşur informasiya növləri. İnformasiya növləri verilərsə, bunları qeyd edir. Əgər yox, duyğu üzvlərinə görə növləri istərsə, məhz bunları qeyd edə bilərsiniz. Məsələn, duyğu üzvlərinə görə növləri hansılardır? Vizual informasiya var, dad informasiyası var, qoxu, audio, taktil. İndi bunlar duyğu üzvlərinə görə təslim olunur. Məsələn, görmə, gözlə vasitəsilə qəbul etdiyimiz informasiya nədir? Vizual informasiya. Məsələn, şəkildir, rəngdir, bunlar nümunə kimi göstərə bilər. Dad bilmə, yəni dil vasitəsilə qəbul etdiyimiz informasiya dad informasiyası adlanır və məsələn, yeməyin şirin və turş olması buna nümunə göstərən olur. Qoxu informasiya. Burnumuz vasitəsilə qəbul etdiyimiz informasiya nədir? Qoxu informasiya. Yəni, məsələn, gülün qoxusunu hiss etmək buna nümunə göstərmək olar. Audio informasiyası isə qulağımız vasitəsilə, eşitmə vasitəsilə qəbul edən informasiya nədir? Audio informasiya hesab edilir. Taktil informasiya dəri vasitəsilə qəbul etdiyimiz informasiya, yəni toxunma vasitəsilə qəbul etdiyimiz informasiya nədir? Taktil informasiya hesab olunur. Məsələn, cismin isti və soyuq olması buna nümunə göstərmək olar. İndi gəldi informasiyanın verilmə üsulları. Yəni, verilmə üsulları ilə təqdim olunma üsulları. İnformasiya təqdim olunma üsulları hansılardır? Ədəddir, mətndir, qrafik, səs və kombinasiyalar.
Əldə verilənlər, əldə informasiya, yəni burada əldə şəklində informasiya təqdim olunur. Hər söz, mətn şəklində isə hər söz və cümlə şəklində verilirsə, bu mətn informasiyası verilmə üsuludur və qrafik şəkildə şəkil, sistem, diaqram və qrafiklər isə qrafiki verilmə üsuluna aiddir. Xəritə buna nümunə, coğrafiya dərsində xəritə buna nümunə göstərmək olar. Səs isə səs vasitəsilə verilir və audio vasitəsilə, bu musiqidə danışılır. Kombinasiyada isə bir neçə üsulla birlikdə istifadə olunur. Burada həm səs ola bilər, həm qrafik ola bilər, həm mətn ola bilər və bu nümunə göstərmə olar. Məsələn, bizim onlayn dərsdə, video dərsdə buna nümunə göstərmək olar. Keçdi digər hissəsinə, informasiyanın xassələri. İnformasiyanın bəzi kitablarda informasiya 7 xassəsi qeyd olunur, amma informasiyanın 11 xassəsi mövcuddur. Bunlar hansılardır? Bu məsələn obyektivlik xassəsidir. Bu obyektivlik xassəsi adından bəlli olduğu kimi informasiya şəxsi fikirlərdən və kiminsə mülarizəsindən asılı olmamasıdır. Tamlıq xassəsi informasiya lazım olan bütün məlumatları əhatə etməsidir. Çünki qərar verməkdə həmin informasiya kifayət etməsidir. Sonra dəqiqlik, yəni lazım informasiyanın vaxtında və düzgün alınmasıdır. Adekvatlıq digər adı, məsələn, bizim dildə uyğunluq deməkdir. İnformasiya real vəziyyətə uyğun olmasıdır. Mövcudluq, informasiya əldə edilə bilməsidir. Əgər hər hansı bir informasiya mövcud deyilsə, burada informasiya mövcudluq xassəsi pozulmuş olur. Sonra əlçatanlıq, informasiyanın çatmağı və ondan istifadə etməyin mümkün olmasıdır. Yəni, informasiya əlçatan olmasıdır. Etibarlıq mövcuddur. Etibarlıq isə informasiya düzgün qərar qəbul etməyə imkan verməsidir. Burada faydalılıq xassəsi isə informasiya müəyyən məsələnin həllinə nə dərəcədə faydalı olmasıdır. Aydınlıq adından bəlli olduğu kimi informasiya anlaşılır olmalı, hamı tərəfindən başa düşülməlidir. Qiymətli isə informasiya həmin anda konkret problemin həlli üçün lazım olmasıdır. Aktual isə informasiyanın cari vəziyyətə və zamana uyğun olmasıdır. Və buna aid topluda suallar da var. Nümunələr verir ki, informasiya hansı xassəsi pozulmuşdur. Sonra informasiyanın prosesləri. İnformasiyanın 4 əsas prosesi mövcuddur. Bunlar hansılardır? Birinci, informasiya toplama və informasiya mənbəyi kitablar ola bilər, internet ola bilər, sensor cihazlar ola bilər, elektron hesablama maşınları ola bilər və bir çox mənbədən informasiya toplanma bilir. Sonra saxlanma. İnformasiyanın saxlanması, yəni informasiya müəyyən yerlərdə saxlanılır. Məsələn, insan yaddaşında, kompüter yaddaşında, kitablarda və bir çox yerlərdə saxlanılır. Emal informasiyanın burada onun həm məzmunu dəyişə bilər, həm forması dəyişə bilər. Onda iki növü mövcuddur. Forması və məzmunu dəyişməsi. Ötürülməsi isə rabitə kanalları vasitəsilə informasiya digər yerlərə, digər şəxslərə ötürülür. Və informasiya ötürmə sxemini də bu şəkildə qeydləmişəm burada. Birinci informasiya mənbəyi olur. İnformasiya mənbəyi hər hansı bir biz hər hansı şəxsə məlumat göndərdiksə, informasiya mənbəyi olur biz özümüz. Kodlaşdırıcı qrupu. Kodlaşdırıcı qrupu biz nə ilə göndəririk? Kompüter və ya telefonla, yəni ya da sensor cihazları və bu həmin nə olur? Kodlaşdırıcı qrupu. Rabitə kanalı isə rabitə kanalları adına bəlli kimi rabitə kanalları vasitəsilə göndərilir. Sonra dekodlaşdırıcı qrupu. Qəbul edən şəxsin telefonu, kompüteri və digər qrupu. İnformasiya qəbul etsə bizim göndərilmiş şəxsin özü nə olur? İnformasiya qəbul etsin. Və informasiya ötürülmənin əsas xarakteristikası mövcuddur. Və bu da onun düstur şəkildə qeydləmişəm. Burada düstur datası mövcuddur. Burada ötürülmə kanalının əsas xarakteristikası onun ötürülməlik qabiliyyətidir, ötürücülük qabiliyyətidir. Ötürücülük qabiliyyəti də vahid zamanda ötürülən informasiyanın həcmi ilə ölçülür. Yəni burada Q bərabərlik V vurulsun T. Burada Q informasiya, ötürülən informasiyanın həcmidir, bu ötürücülük qabiliyyəti V, yəni burada həm də onun sürəti kimi hesab olunur. Və T isə zamandır, ötürülmə müddətidir. Və burada ötürülmə qabiliyyəti, ötürücülük qabiliyyətinin də vahidi isə boddur. Yəni 1 bit bölünsün saniyə. 1 saniyə ötürülən informasiya həcmi, 1 bit informasiya həcmi. Daha doğrusu buna aid aşağıda nümunə misal mövcuddur. Və gəldi informasiyada digər kəmiyyətlər kimi ölçülə biləndir və informasiyanın da ölçü vahidləri mövcuddur. Ən kiçik ölçü vahidi bitdir. Bit də binari dil sözündən götürülmüşdür. Mənası ikili vahid deməkdir və ən kiçik ölçü vahidi hesab olunur və 0,1 qiymət ala bilər. Və informasiya əsas ölçü vahidi isə bayt nəzərdə tutulur və 1 bayt da 8 bitə bərabərdir. Və burada belə bir sıxım seçmişəm. Sıxımda informasiyanın ölçü vahidlərini qısa yerlərinə qeydləmişəm.
və kiçikdən böyüyə doğru, sağ tərəfə doğru burada qeyd etmişəm ki, bitdən bayta, kilobayta, megabayt, gigabayt və terabayta. Biz bitdən bayta çevirəndə 2 üstü 3-ə bölürük. Yəni burada 2-nin qüvvətlərini bilmək şərtdir. 2 üstü 3-ə bölürük. Amma baytdan kilobayta, megabayta və gigabayta çevirəndə kilobaytdan megabayta və bunlar fərq 2 üstü 10-a bərabərdir. Və biz böyükdən kiçiyə doğru gəldikdə əksinə olaraq vurulur. Görürsünüz, 2 üstü 10-a vurulur. Amma kiçikdən böyüyə doğru getdikcə bölünür, böyükdən kiçiyə doğru getdikcə vurulur. Üstlər vurulur. Yəni eyni kəmiyyətdə vurulur. Və burada baytı kilo qədər artırır, mega qədər artırır. Amma aşağıdakı çıxımda isə biz nə edirik? Biti kilo qədər artırırıq, mega qədər artırırıq və giga qədər artırırıq. Və bunlar arasındakı fərq isə 2 üstü 10-a bərabərdir. Bitdən kilobayta çevirmək üçün 2 üstü 10-a bölür. Kilobaytdan megabayta çevirmək üçün 2 üstü 10-a bölür. Bax, burada belə bir qayda var ki, bunu da qeyd edilir. Biz hər hansı bir buradan kilobitdən kilobayta çevirmək istəyiriksə, məsələn, verilirsə bizə 2 üstü 10 kilobit verir. Bizə bunu istəyirsək kilobayta çevirmək, biz nə edirik? Bunu 2 üstü 3-ə bölürük. 2 üstü 3-ə böləndə bu kilobayta çevirmiş olur. 2 üstü böləndə üstlər çıxar. 2 üstü 7 kilobayt qeyd verilir. Və bizdən soruşa bilər, məsələn, megabit verilsin, bunu kilobayta çevirir. Yəni, nə edirik? Biz sadə olsun deyə megabiti megabayta çevirib, sonra megabayta alınan cavabı kilobayta çevirmiş olur. Və bu şəkildə sadə. Digər slayda keçək. Və buna aid məsələlər burada qeyd olunub. Yəni, çox sadə məsələlər qeyd olunub. 128 bayt neçə bitdir? Yəni, biz bilirik ki, 1 bayt 2 üstü 3 bitə bərabər olduğuna görə nə edirik? 128 baytda 2 üstü 3-ə vurur. Biz 128-i 8-ə vurması asan olması üçün biz 2-nin qüvvətləri şəklində işlədik. Yəni, 28 özü 2 üstü 7-yə bərabərdir. 8 də 2 üstü 3-ə. Nə edirik? 2 üstü 7 vurulsun 2 üstü 3. Təbii ki, üstlər toplanır. Olur 1024 bit. 2 üstü 10. Sonra 1 megabayt neçə megabitdir? Görürsünüz, burada əksinə yox. Megabaytı megabitə çevirmək üçün nə etməliyik? 8-ə vurmalı. Çünki necə ki, baytda megabitə çevirəndə 8-ə vururdu, 2 üstü 3-ə vururdu. Burada da megabaytda megabitə gəlmək üçün 8-ə vurmalıyıq. Və burada qeyd olunur ki, 1 vurulsun 8, burada 8 megabitə bərabər olur. Və simvolların kodlaşdırma standartı. Birinci kodlaşdırmadan danışım. Kodlaşdırma informasiyanın təhlükəsizliyi üçün bir şərait sisteminə digər şərait sisteminə keçməsidir. Yəni, bu kodlaşdırma ta qədim zamanlardan istifadə olunmuşdur. Bu informasiyanın təhlükəsizliyi üçün, yəni bir yerdən başqa yerə daşınması üçün informasiya kodlaşdırılmışdır və əvvəllər Sezar əlifbasından, Morse əlifbasından və digər əlifbalardan istifadə olunan informasiya kodlaşdırılmışdır. Amma elektron hesab maşını çıxandan sonra bu dəyişilmişdir. Çünki kompüter ancaq 0-1-lərlə işləyir və bu zaman bir çox kodlaşdırma standartları çıxmışdır. Bunlar hansılardır? ASCII və Unicode-dur. ABŞ-da yaranmışdır və ABŞ-ın kodlaşdırma institutunda yaradılmışdır. Və özü 256 kod mövcuddur, yəni 256 kod mövcuddur və hər simvolda burada 1 bayt yer tutur. Və burada digər kodlaşdırma standartları mövcuddur. Məsələn, Windows 12.51 vardır, sonra Core 8, UTF-8 vardır. Amma əsas kodlaşdırma standartları məhz Unicode-da ASCII-dir. Amma bəzi əlifbalar var ki, bunları ASCII-də biz kodlaşdıra bilmirik. Və bu zaman Unicode standartlaması meydana çıxmışdır. Və Unicode-da isə, məsələn, Çin əlifbası var, nümunə göstərmə olaraq Kore əlifbası və digər əlifbalar onları kodlaşdıra bilmədikləri üçün Unicode çıxır. Və Unicode-da isə 65500 alır. Yəni 216 qədər biz simvolu kodlaşdıra bilirik. Və dünya bütün əlifbasını özündə saxlayır və bu 65536 216 bərabərdir. Yəni o deməkdir ki, bu əlifbada bir simvol 16 bit, yəni 2 bayt yer tutur. Yəni ASCII-də isə 2 üstü 8-ə bərabərdir. Yəni burada bir simvol 8 bit yer tutur. Yəni bunu qeyd edilir. Və gəldi mətn informasiya hesablanması. Bizdə mətn informasiya hesablanmasında 2 düstur mövcuddur. Əslində digər düstur elə birinci düsturdan çıxır. Biri var
kitab informasiya hesabı, kitabda olan mətn informasiya hesablaması. Biri var, adi simvolların sayı verilirsə və kodlaşdırma verilirsə, hansı kodlaşdırma sistemində verilirsə, onu hesablamaq. Birinci, məsələn, əsas üsulumuz budur. İnformasiya həcmi, mətn informasiya həcmi h verilir və nəyə bərabərdir? Simvolların sayı vurulsun n, yəni kodlaşdırma sistemi. Yəni, hansı əlifbada istifadə olunsa, həmin əlifbadakı bir simvol tutduğu bit, nə qədər bit yer tutur. Məsələn, və həmin bunu da təyin etməsi üçün harda düsturu mövcuddur. Harda düsturunda qoy burada qeyd edelim. N bərabərdir, böyük N bərabərdir, 2 üstü N. Bu harda düsturudur. Məsələn, bizdə ASCII kodda verilib yəni 8 bit yer, bir simvol. Yəni, biz bunu necə təyin edirik? ASCII kodda neçə simvol mövcuddur? Neçə kod mövcuddur? 256. Bunu qeyd edək burada, 256 kod mövcuddur. Və bərabərdir 2 üstü N. 256, 2 üstü, 2-nin hansı qüvvətinə bərabərdir? 2-nin 8-dən qüvvətinə, 2 üstü 8, 256. Deməli, N bərabərdir 8. Deməli, 256 simvol əlifbada. Bir simvol 8 bit yer tutmuş olur. Yəni 8 bit, bunu sadə üçün byte kimi yaza bilərik. Amma bizə kitab verirsə, yəni kitab necə bilir? Səhifə sayı, səhifədəki sətirlərin sayı və sətirdəki simvolların sayı verirsə, biz hansı xüsusilə istifadə edirik? Baş bərabərdir. Səhifələrin sayı vurulsun, sətirlərin sayı vurulsun, simvolların sayı vurulsun, n. Bunu qeyd etmişik. Məsələn, adi bir dənə nümunə göstərir. 100 səhifə kitab var və bunun hər səhifəsində 40 sətir mövcuddur. Və hər sətirində 60 simvol mövcuddur və əlifba 256 simvollu əlifbada kodlaşdırılır. Onda biz nə edirik? Buradan n-i təyin etmiş olur. N-i hansı xüsusdan təyin edilir? Burada loqaritmə yaratmışam. Yəni bunu realistə biləndə bunu bilər. Yəni bunu istəyirsə elə burada qoyub tapa bilərsin. Yəni 256-nı isə 256-nı böyük n-in yerinə qoyub balaca n-i təyin edə bilirsiniz. Yəni 8 bit. Neyse burada S1'in yerine 100 yazırsın, S2'in yerine 40 yazırsın, S3'in yerine 60 yazırsın. Bunları qeyd edəndən sonra və bu şəkildə cavab alınmış olur. İstəsəniz bunu bir byte-a və digər kəmiyyətlərə çevirə bilərsiniz. Və informasiya əsas anlayışlarına aid qəbulda düşən sualların cavabına baxaq. Və bu il 2026-cı ildə birinci cəhddə düşmüş sualdır. Və bizə sualda qeyd olunur ki, sualın şərtini ilk öncə oxuyaq. Kodlaşdırma sistemi ilə hər hansı bizə bir cümlə verilmişdir. Cümləni oxumaqda vaxtımız getməsi və biz deyir ki, cümlənin informasiya həcmini əsasında uyğunluğu müəyyəndir. Və sözlər arasındakı hər boşluqda bir simvoldur. Yəni, bir simvol sayılır. Və bu cümlənin həm ASCII kodda, həm də Unicode-da kodlaşdırılmasını istəyir. Biz nə edirik? Hər ikisi üçün nə edirik? Bunu qeyd etmişik. Birinci addında nə edirik? Simvolların sayını tapırıq. Yəni, burada nə qədər simvol var? Boşluqları saymaq da neçə simvol olduğunu qeyd edirik. Yəni, burada sayılır ki, 64 dənə simvol mövcuddur. 64 dənə simvol mövcudsa, indi gəlir ASCII kodda birinci, bunun həcmini baxır. Yəni, ASCII standartlaşma kodu, kodlaşma standartında bunun həcmini tapmaq. Bunun həcmi bilirik ki, ASCII-də bir simvol, bir byte olduğuna görə biz nə edirik? 64 dənə simvol verir, 64-ü vurub 1-ə. 64 vurulsun 1, 64 byte yer tutur. Yəni, bu 64 byte-də biz bitə çevirmiş olsa, 209 bit eləyəcək. Və burada buna hansı uyğun gəlir? 2-yə uyğun gəlir, burada qeyd edirik. Burada 1 qeyd edirik. Biz 2-ni tapdıq, əvvəlcə ASCII-ni tapdıq. ASCII hansı uyğun idi? A ilə A variantı və həm byte ilə tapdıq, həm də bit ilə tapdıq. Yəni, byte 64 byte deyil, 64 özdə 2-nin hansı qüvvəti var? 206. 206 byte. 206 byte-ı biz bitə çevirəndə 203-ə bölməliyik. Öyle deyil. 203-ə bölündə 209 bit eləmiş olur. Yəni, burada da hansı uyğun gəlir? Həm 209 bit də var, həm 64 byte da mövcuddur. Yəni, buraya gedir, A ilə D variantına gelir. İndi biz bunu Unicode-a çevirelim. Unicode-a çevirəndə təbii ki, bunu nəyə vurmalıyıq? 2-yə vurmalıyıq. Bir simvol 2 byte yer tutduğuna görə. Burada 64-ü 2-yə vuranda 128 byte edir. Amma 128 byte mövcud bəli. İndi bunun bit qarşılığında 128 207-yə bərabərdir. 207-ni də biz 3-ə vuranda bitə çevirəndə 3-ə vurmalı, 210 edir. Bu da baxarıq, burada mövcuddur.
C və Y variantı. Və bunun da cavabı bu şəkildə. 1-ə C verir, 2-yə A da. Keçən növbəti sual nizamı. Bəli, burada informasiya ölçü variantına aid sual düşür. Və burada sual nizamını vermişim əslində. Yəni sual nizamını burada baxın. Bizə belə bir informasiya ölçüsü verir. Biz bunu başqa kəndə gələcəyik. Yəni, burada bit də verir. Biz bunu bayta, kilobayta hansı qarşılığı varsa bunu çevirməliyik. Birinci nə edirik? Qeyd edirik. Bunu bayta çeviririk. Bayta çevirmək üçün təbii ki, biti bayta çevirmək üçün 2 üstü çevirilir. 60 kilosu 221 bayt. Bu da, yəni bunu biraz da sadələşdirsə, 60'ı ayırsa, 60'ı necə yaza bilərik? 15 kilosun 4. Yəni, elə eləyək ki, 2-nin qüvvətləri şəkildə yazır. Bu da 15 kilosu 4 bu da 15 kilosu 2 üstü 2. Bu da toplayanda 15 kilosu 2 üstü 23. Baxın, 15 üstü 2 üstü 23 mövcuddur burada, bayt mövcud xeyr. Mövcud olmadığına görə nə edeyim? Yəni, 1-ə bayt uyğun gəlmir. Sonra bunu megabayt çevirir. Yəni, baxın, megabayt qarşılığı var ya yoxdur. Bəli, bunu megabayt çevirmək üçün nəyə bölünür? Bunu bayta çevirmiş. 60 kilosu 221 bayt. Bunu yuxarıda qeyd etmişdik. Bunu da megabayta çevirəndə 220-yə bölünür. Megabaytdan bayta çevirmək üçün 220. Nə edir burada? 120 megabayta bərabər olur. Baxın, 120 megabayt mövcuddur burada. Bəli, D variantı. Birə D variantı. Burada qeyd etmişim. Sonra ikinciyə getdi. İkincidə nə edir? Burada ikinci 160 kilosu 218 bayt mövcuddur. Burada baytımızın nə edir? Birinci bitə çevirir. Bunun bit qarşılığı mövcuddur ya yox, mövcud deyil. Bunu baytdan bitə çevirmək üçün 2 üst üçə vururuq. 2 üst üçə vurursa və bunu sadələşdirsə, görək ki, bunun qarşılığı burada mövcud deyil. Yəni, burada mövcud olmadığına görə nə edir? Yəni, uyğun variant yoxdur, bit olan variantı yoxdur. Sonra buna nə edir? Megabayt çevirir. Megabayta çevirirsə əgər, baytı megabayt çevirmək üçün nəyə bölmək? 220-yə bölmək. Və 220-yə böləndə 40 megabayt var. Və burada hansı uyğun gəlir? Y variantı. Və bunu da qeyd edək burada. İndi gedək üçüncü. Üçüncüdə isə 30 vurulsa 213 kilobayt verir və bunu ilk öncə megabayta çevirək. Görən megabayt variantı mövcuddur burada. Bəli, 240 megabayt. Bunu kilobaytla megabayt çevirmək üçün 210-a bölürük. Yəni, biz sıxımda onu biraz əvvəl qeyd eləmişdik. Kilobaytla megabayta və digər çevirmələri qeyd eləmişdik. Və 240 megabayt edir. Və bunu birinci, indi bayta çevirək. Kilobaytla bayta çevirmək üçün nəyə vurmalıyıq? 2 üstü 10-a vurmalıyıq. Və burada nə qədər edir? 2 üstü 23, 30 vurulsun, 2 üstü 23 bayt edir. Və baxaq, bu mövcuddur burada. Bunu biraz da sadələşdirək. 30-u 2 vurulsun 15-ini yazır və buradan 2-ni 2 üstü 1-dir. Bunu da 2-nin qüvvəti hesablasaq və bu nə qədər edir? 15 vurulsun 2 üstü 24 bayt. Baxaq, bu burada mövcuddur. Bəli, mövcuddur. 15 vurulsun 2 üstü 24. Yəni, bu gedir bura. Bir dənə indi bunun megabaytla qarşılığını tapmışdır və bit qarşılığı isə yoxdur burada. Və 3-ə A və B variantı gedir. Bunu da nizamı keçir. İndi keçək digər misal nizamına. Maraqlı bir məsələ var. Unicode'a aid bir maraqlı məsələ var. Və burada 2 düstur bizə lazım olacaq. Yəni, məsələn, həmində 2 düstur bizə lazım olacaq. Biri verilən ötürülən informasiya həcmi düstur lazımdır və yəni Unicode'un mətn informasiya həcmi. Və bizə nə deyir? Hər səhvədə 45 simbol olan, yəni burada kitab olan düstur istəyir. 45 simbol olan Unicode standartı ilə kodlaşdırılmış mətn faylı ötürmə sürəti 30 bit bölgüsü saniyə olan rabitə kanalı 4 dəqiqə ötürür. Və mətn faylı neçə səhifədən ibarət olduğunu müəyyən. Və gələk ilk öncə düsturlar yadımıza salaq. Hansı düsturlar mövcuddur? Bizə birinci mətn informasiya həcmi düsturu deyilir. Baş nəyə bərabərdir? S1, yəni səhifələrin sayıları olsun, sətirlərin sayıları olsun, siyonların sayıları olsun kodu. Və ötürmə sürəti isə düsturu. Yəni, ötürülən informasiya nə qədərdir? Q bərabərdir, V olsun, T. Bizə burada mərhələ mənbədir. Birinci, ümumi informasiya həcmini tapılır buradan. Yəni, buradakı
Sonra gedib birinci düsturda yerinə qoyub nəyi tapaq? Səhifələrin sayını tapaq. Bu da səhifələrin sayı bizim əslində məhsuldur. Çünki sətr verilir, simvol verilir, amma səhifə sayı mövcud deyil. Birinci bu nə edir? Buradan kümü V olsun. V özünə qədər verilir. 30 bit bölünür, saniyə verilir. Saniyə. Biz dəqiqənin də əsas ölçü variantını çeviririk, saniyə çeviririk. 4 nəyə vurulur? 60'a 240. Və burada əslində qeyd eləmişəm, 4 olsun. Və nə qədər edir? 7200 bit edir. Və 7200 bit edir və küm tapdı nə qədər edir? Vaxtımız getməsin. 7200 bit. Və burada da həm də qeyd olunmuyor. Hansı Unicode əslində qeyd olunursa, Unicode standartlaşmasıdır. Və biz bunu byte-a çevirə bilərik əslində. Bunu sonradan çevirək. Və burada sonra yerinə qoy. 7200 bit. Bit qeyd edirik. Nəyə bərabərdir? 200 biti biz sağladıq üçün, yəni çünki Unicode özü 2 byte-a bərabərdir. Yəni burada hesablamalar daha rahat olması üçün biz nə edirik? Bunu byte-a çeviririk. Byte-a çevirmək üçün 8-ə bölmək. 8-ə böləndə qalır 900 byte qalır və biz bilirik ki, səhifələrin sayı verilməyir və sətirlərin səhifə sayı S1 getirir və burada bir olsun necə 45 simvol olsun. 45'ə. Və bu da özdə Unicode'da 2 byte deyil, 42 byte. Biz bir də qeyd eləməliyik ki, bu gözləmə. Sağ və sol tərəf eyni kəlmət olmalı. Yəni bura byte-sə burada byte olmalı. Çünki hesablama eyni kəlmətlər üzərində qalır. Və sonra 900 byte burada aparsa, x'lər aparsa 900 byte S1 olsun 90 byte. Və burada nədir? Qısa verir. S1 bərabər olur 10. Deməli, bizim kitabımız 10 səhifədən ibarət olur. Yəni, biz nə edirik burada? Birinci, informasiya həcmini Q bərabərdə V olsun T düsturunda, informasiya ötürmə qabiliyyətinin düsturunda, bir saniyə ötürülən informasiya düsturunu tapdıq, informasiya həcmini. Sonra nə edirik? İnformasiya həcmini burada qoyaraq, yerinə qoyaraq və burada səhifələrin sayını müəyyən etmiş olur. Və keçək digər sualın icraatına. Yəni, bu axırıncı sualın icabıdır və burada belə bir maraqlı sual düşür bizə imtahanda. Və sualın özündə deyilir ki, 510 səhifədən ibarət, ilk olaraq şərtini oxuyum. 510 səhifədən ibarət olan sənədin cüt səhifəsində, hər sətrində və cüt səhifələrində cüt səhifələrin hər birində 40 sətr və hər sətrində də 32 simvol olan 1024 simvolu əlifba ilə kodlaşmış mətn yazılmışdır. Bu cüt səhifələrdəki informasiyanın bildiyi, hansı informasiya olur. Tək səhifələrin isə hər birində informasiyanın 2 GB olan təsvir yerləşdirilmişdir. Bu sənin ümumi informasiya həcmin nə qədər? Neçə kilobayt olur? Kilobayt deməli olur. Biz birinci nə edirik? Birinci burada tək cüt səhifələrdəki informasiya həcmini və tək səhifələrdəki informasiya həcmini tapırıq və sonra ayrı tapırıq və sonra onları cəmləyirik. Və gələk birinci tək səhifələrin sayını və cüt səhifələrin sayını müəyyənləşdirir. Tək səhifələrin sayını müəyyənləşdirmək üçün nə edir? 5 üçün üstə 1 gəlir və bölü 2. Yəni saysız və görürsünüz 257 səhifə. Yəni tək səhifələrin sayını bu şəkildə tapdıq. Cüt səhifələr nə edir? Tək səhifələrdən, ümumi səhifələrdən tək səhifələrin sayını çıxdır və qaldı cüt səhifələrin sayı. İndi biz tək və cüt səhifələrin sayı bizə müəyyəndir. İndi keçək adi düsturuna. H bərabərdir. Səhifələrin sayı vurulsun, yenə təkrar vurulsun. Sətirlərin sayı vurulsun, simvolların sayı vurulsun, düsturuna qeydini yazılır. Və burada 1004 simvolu əlifbada qeyd olur. Yəni verilmiş ASCII və Unicode. Yəni ASCII və Unicode verilmişsə, verilmişsə, deməli hansı düsturda, harda düsturunda yerinə qoyub biz həmin əlifbada bir simvolu neçə bit olduğunu təyin etmək olur. Düstur qeydim, eni yerdə 1024 yazılır. Yəni müxtəlif simvolların sayını, yəni həmin əlifbada müxtəlif simvolların sayı 1024-dür. Nə var bu düstur? En 1024 kim hansı bətnə bərabərdir? 10'a. Deməli, en nəyə bərabərdir? 10'a. Deməli, 1024 simvol əlifbada bir simvolun 10 bit yer tutmuş olur. Biz bunu təyin etdik. İndi biz burada nəyə edirik? Cüt səhifələrdəki informasiya həcmini.
Və biz buradan eni təyin etdik. Həcm düsturunda nə edirik? Sətirlərin sayını burada səhifələrin sayı bizə mövcuddur. 257-dir. Vurulsun sətirlərin sayı, vurulsun simvolların sayı 1 olsun. Vurulsun, yəni bir simvol isə bir yer tutun. Bu bir dənə qeyd etmişəm, bu daha sadə olması üçün bir səhifə üçün qeyd etmişəm. Sonra bunu 257-də vuracaq. Bir səhifə üçün tapanda nə qədər? Bir səhifə üçün tapanda 1600 bayt. Yəni bunu bayta çevirəndə. Amma biz bunu sonra bir səhifə üçün. İndi bizdə 256 səhifə mövcud daxil. Cüz səhifələr. Bunu indi 256-ya vurmuş olur. 256 çevirən vuranda 409.600 bayt edir və biz bunu kilobayt ilə ifadə etdiyimizə görə, yəni sondakı kilobayt cavabını istədiyi üçün biz bunu dedik, kilobayt çevirmiş oluruq. Və bunu 400 kilobayt elədik. İndi biz nə edirik? Tək səhifələr. Tək səhifələrdə bizə nə demişdik? Yəni tək səhifələr hər bir səhifəsi 2 kilobayt informasiya var. Və bizdə tək səhifələrin sayı 257-dir. Deməli, nə edirik? 257-ni vururuq 2-yə. Nə qədərdir? 514 kilobayt. Və ümumi bildik ki, tək bir cüz səhifələrdə informasiya həcmləri bildik və bunları sonda hər birini toplayırıq və bir-birə toplayırıq, cəmlirik və nə qədərdir? Cəmi 914 kilobayt. Və bizim cavabımız da C variantı 914 kilobayt eləmiş oldu. Bugünlük bu qədər. Digər mövzuların izahı üçün YouTube kanalımızı izləməyi unutmayın.